O dağları bəzəməyə ləli zəri hardan alım? Soldu getdi çiçəklərin təzə təri hardan alım? Olmuşuq lal, olmuşuq çar, tutub nəğmə kiriyib tar. O bəstəkar o nəğməkar xan tərtəri hardan alım? Tərtər çayı. Salam əziz qardaşlarım, bacılarım. Ürəyimizdə sönməyən bir od yanır. Bu qərbi Azərbaycan həsrətidir. Göyçənin sərin küləyi, dərə ləzin yolları, Zəngəzurun uca dağları, İrəvanın qədim nəfəsi. O torpaqlar hələ də ruhumuzda yaşayır. Ana laylası kimi, ata ocağı kimi. Gözlərimiz yaşlıdır, ürəyimiz niskilli. Amma ümidimiz sağdır. Çünki inanırıq, bir gün o yurd yerlərində yenə bizim səsimiz ucalacaq. BDM TV-nin həsrət və ümid verilişinə xoş gəlmişsiniz. Bu ağrını, bu acını, bu ümidi birlikdə yaşayaq. Əziz həsrət və ümid verilişinin daimi izləyiciləri, hər birinizi salamlayıram. Bugünkü verilişimizin qonaqlarını sizə təqdim etmək istəyirəm. Biz bugün həsrət və ümid verilişinin kollektivi olaraq Piyallaha qəsəbəsində elimizin, obamızın dəyərli bir ailəsinin qonağıyıq. Bu ailə haqqında mən sizə ətraflı məlumat verməyəcəm. Çünki siz ailəni tanıyırsınız. Sadəcə bir kəlmə demək istəyirəm ki, verilişimizin qonağı Qərbi Azərbaycan Paşalı rayonunun Leyliqaçan kənd sakinləri olmuş Niftəliyev Mayız Kərəmoğlu, Niftəliyeva Aygül Surxay qızıdır. Hər vaxtınız xeyirli olsun. Əziz kirvələrim, Elmin obamın ağsaqqalı ağbirçəkləri. Necəsiz? Mayız kirvə necəsiz? Çox sağ olun, çox sağ olun. Sizə can sağlığı, uzun ömür arzu edirəm. Verilişən bağlı olaraq xoş gəlmişsiniz. Gözdə yerimiz var. Sizə də bir daha da can sağlığı, uzun ömür arzu edirəm. Çox sağ olun kirvə. Allah razı olsun. Bugün biz Mayız kirvəmin ocağındayıq, evinə gəlmişik. Aygül bibim də inşallah Mayız kirvəmdə gözəl fikirlərlə, məsləhətlərlə bütün elimizi, obamızı yenidən öz obamıza xatirələrə qaytaracaqlar. Aygül bibi sən bizi Hoş gəlmisən. Həsrət və ümid verilişinin aparıcısı kimi uzun ömürlü olsun. Müvəffəqiyyətlər qazanasan arzu edirəm. Uca yerlərdən, uca Tanrı səsini eşidək. Çox sağ ol Aygül, Allah razı olsun. Bibi, Mayız kirvəm, Aygül bibim çox gözəl bir salamlamadan sonra, xoş gəldindən sonra inşallah ki, icazənizlə mənim verilişimizə başlayaq, suallar verin. Mayız kirvə, Aygül bibi, öncə Aygül bibi sizdən başlamaq istəyirəm. Ailə kökləri və valideyn ocağı ilə bağlı bir məsələyə suala toxunmaq istəyirəm. Belə deyək də, Aygül bibim, əvvəlcə sizi
böyüdən ailədən başlayaq. Valideynləriniz, neçə uşaq olmusunuz, atanız, ananız, bacı qardaşınız, övladlarınız və nəvələriniz haqqında biraz məlumat verədiniz. Çünki biz sizi tanıyırıq, elimizin, obamızın insanları sizi tanıyır. Amma çoxsaylı izləyicilərimiz də sizi tanımaq istəyir. Zəhmət olmasa bir başlayın buradan. Öncə Agil bim siz, sonra Mais Kirvə inşallah danışar. Bu arada əziz izləyicilər, Mais Kirvə deyirəm çünki Mais bizim kirvəmizdir. Rəhmətli atamla çox yaxşı bir münasibətləri var idi. İndi bu haqda inşallah özləri danışacaqlar. Mən Niftəliyev dedim də, Niftəliyev Aygül Surxay qızı. Köşbə kəndində anadan olmuşam. Əlmardanov Surxay, Əlmardanov Ceyranın övladlarıyam, valideynlərimdir. Keçmə keçdi, qəşəng həyatımız Firövün. Dolanırdıq, yaşayırdıq. Çox gözəl yaşamalı yer idi. Atam da köşbəkli idi. Atamın çox tərəfi terplidir. Atasının bir tərəfi köşbəklidir. Amma atam da, anam da. Hər ikisi belə baxanda təmizi terplidirlər. Mən özüm də terpliyəm. Dərələyəz, Paşalı qrupunun Dərələyəz kəndindən. Atam çox xeyirxah kişi olub, tərifləmirəm. Hamı bilir, Terp köşbək cəmaatı hamı tanıyır. Mən özüm Yevlağın köy kəndində mən anadan olmuşam. Ancaq bilmirəm o vaxt neçə yaşımda atam köçüb Köçbəyə. Ondan sonra atamın bu vəzifə ilə bağlı Leyliqaçana fermə müdürü veriblər. Oradan köçüb gəlib Leyliqaçana. Orada qəşəng dolanmışıq, yaşamışıq. Qohumlarımız, qardaşlarımız, hamımız bir məhəllədə, bir həyətdə, bir nətər deyim, havada dolanmışıq. Çox yerlərdə atam işləyib, vəzifədə işləyib, tərifləmirəm. Hamı bilir, hamı tanıyır. Atam polisdə işləyib, ambardar da işləyib, fermə müdürü də işləyib. Mənim özümün yadıma gəlir o günlər. O ailədə böyümüşəm. Biz özümüz 6 qardaş bacı idik. 3 qardaş, 3 bacı idik. Qardaşım Telman, böyük qardaşım idi. Ondan sonra Vahiyyəddin. Vahiyyəddindən sonra məndən sonra Sarıgül, ondan da sonra Tərgül. 6 qardaş bacı idik. Atamın, anamın himayəsində, atanın, ananın sözündən çıxmaq olmazdı. Atanın, ananın üzünə ağa olmaq olmazdı orada. Atanın səsi gələndə sakit, dinməz, qapının ağzında ya hardasa oturub atam nə deyərdi? Ya qardaşlarım olsun, ya bacı, biz bacılar olaydıq. Onların tərbiyəsi ilə böyüyüb başa çatmışıq. Onların məsləhəti ilə də özü başımızı hara kəsib qanımız orada axıb bacılarımızdan söhbət edir. Hara deyib, kimə məsləhət biliblər. Heç vaxt özümüz öz fikrimizdən hərəkət eləməmişik. Atamızın, anamızın hərəkəti ilə, məsləhətləri ilə ailə qurmuşuq. Ondan, nə bilim, yaşamışıq. Özləri hara məsləhət bilib, nə deyib, ona qadir olmuşuq biz. Bax, belə yaşamışıq. Mənim özümün üzr istəyirəm böyüklərdən, üzr istəyirəm kameradan. 5 uşağım var. 2 qızım, 3 oğlum var. Qaçaqaç vaxtı oldu. Çox körpəydilər onlar. Mən onları nə zulmla, nə zillətlə ayarlar. Deyirdilər, şəhərə köçdük. Deyirdilər, şəhərdən uşaq uğuruyurdular. Əllərin əlimdən boşlamırdım o vaxtları. Bu qaçaşlı 8-də qaçaqaç gələndə o vaxtları. Onları nə zulmla, nə əziyyətlə böyütdüm, boya başa çatdırdım. Biz uşaqları, nə bilim, böyütdüm. Ondan sonra Mingəçevirə biz gəldik. Şuşaya gəldik birinci, oradan gələndə. Ondan sonra 1 ay orada biz qaldıq. 1 aydan sonra baxdım ki, nə bilim, Şuşada get, Opşiteldə, get məktəbin sala boyunda çağırırdılar, gəlin çörək yiyin. Biz onu o qədər hər evin böyümüşdük öz elimizdə, obamızda, torpağımızda. Biz onu şəxsiyyətimizə sığışdırmırdıq ki, kimsə çağırırdı, uşaqlarınızı götürün, gəlin yemək yiyin.
Biz ona görə biz orada bir ay qaldıq. Bir aydan sonra biz Mingəçevirdən özümüz ev alıb köçdük Mingəçevirə. 5 il Mingəçevirdə yaşadıq. 5 ildən sonra Maysın atası, anası, dayısı, uşaqları hamısı Pirallahını gəlib seçdilər, tapdılar. Havası təmiz, seyrəklik olduğuna köçdük Pirallahıya. Burada da yaxşı dolandıq. Nə bilim, əziyyətlə, zulümlə, qaçqınlıq nətər olardı ki? Qaçqınlıq həyatı idi da, barışdıq həyatımızla, barışmalıydıq. Nə qayra bilərdik ki? Burada da nə bilim, uşaqlarımı bizim məsləhətlə, bax, oğlanlarım olsun, qızlarım olsun, hansı qızı görsətmişik, bizim məsləhətimizlə görüblər, baxıblar, evləniblər, ailə qurub. Qızlarımızı da kimi məsləhət bilmişik, onlara da vermişik. İndi də şükür Allaha. Ata-ana sözünə baxan heç vaxtı peşman olmaz. İnşallah da peşman heç olmayıb balalarımızda. Hamısı evli, eşikli, uşaqlı, mehriban ailədə, özümüzə uyğun ailənin uşaqlarına vermişik. Biz onlarla əyaqlaşmışıq, dolanmışıq, mehriban. And olsun Allaha, Allah nəyin adıdır. Hələ mənim 6 dənə qudam var. Qızım tərəf, oğlum tərəf. Mən onlarla indiyə kimi bir dəfə yüz-üzə gəlib birimizə bir azıq kəlmə, həmişə qapımızdan onlar düşər. Biz onların qapısına düşərik. Hörmətlə, izzətlə, belə nətər qarşılıqlı bir-birimizdən mehriban bir-birimizə gedib gəlmişik. Hələ də həmin hərəkətlərimiz elə bilirik, elə dünən sırağa günü, bu ay, o bir həftə biz quda olmuşuq. Bax, elə bir təzə. O cürə mehribanıq. Qızlarım da şükür Allaha. 10 nəvəm var. Böyük oğlumla bir yerdə yaşayırıq. Bu çəkiliş gedən ev oğlumun evidir. O biri oğlanlarıma da o tərəfdən torpaq alıb, ev tikmişik. Orada yaşayırlar. Hərəsinin 2 uşaqları var. Böyük oğlumun bir qızı, bir oğlu var. Böyük qızımın 2 qızı, bir oğlu var. Ay maşallah. 3-cü oğlumun 2 oğlu var. 3-cü oğlumun da 3 oğlum var. 2 uşağı var, ikizdiler onlar. Biri oğlandı, biri qızdı. Aldıqlarım gəlinlərim də qohumdular. Yad almamışam. Bir gəlinim yaddı. Biri rəhmətlik Terfli Buğlu Məmməd var. Onun nəvəsi Şakirin, Bəkirin qızını almışam. Biri nədə? Öz qohumum Ağalar kişi var idi, Köşbəhli. Yoldaşı Kəhli. Kəhli mənim atamdan qohum idi. Onun nəvəsini almışam. Kəhliyin nəvəsini almışam. Ağaların nəvəsini almışam. Mamedin qızını almışam. Terflər hamı tanıyır onları. Amma bir gəlinim Ağbulaqlıdır. Onların hamısını and olsun Allaha bəyan içmişəm. Özüm bəyənmişəm. Özüm seçmişəm, özüm almışam. Aldığıma görə də peşman deyiləm. Üzləri ağ olsun. Həmişə xətirli, hörmətli, bir anaları kimi mənə hörmət qoyub, bir qaynana kimi. Sözümdən çıxmayıblar. Mən onları gəlin kimi yox, qız kimi saxlamışam. Mən onlara qız kimi baxmışam. Onların qoymuşam, demişəm, özüm o qədər əziyyətlər çəkdim bu qaçqınlıqlarda. Baxma, indi demirəm ac qaldıq, yox, Allah eləməsin, şükür Allaha. Köçəndə hər bir şeyimizdə var idi. Özümüzün elə bil, büdcəmizdə. Qəşək dolandıq, heç oralardakı kimi dolandıq, heç bura gələndə. İntihası ancaq vətən ayrılığı çox çətindir. Allah heç kimə qismət eləməsin. Mən gəlinlərimə qoymadım əziyyət çəkə, qoymadım mənim kimi əziyyət. Bağışlar sizin kəstim. İnşallah Mayıs Kibə də öz ailəsi haqqında, anası haqqında və bir də bizim nəvələr haqqında Mayıs Kibəm danışsın. Kibə buyurun. Kibə sən familiya, atan-anan haqqında? Niftəliyev Mayıs Kərəmoğlu. Biz Leliqaçanda yaşamışıq. Bəli. Anamın adı Niftəliyeva Gülüsüm, Əhməd qızı. Neçə nəvəm var? Biri danışdı. Nəvələrin çox istəyirsən. Nəvələrimiz, 10 dənə nəvəmiz var. 3 qızdı, 7 oğul. Allah hamıya da belə şad günlər qismət eləsin, nəvə qismət eləsin. Maskö lisəsi təvəllüdsən? 1950-ci il təvəllüdü. Siz harada dünyaya gəlirsiniz? Bir onun haqqında danışın.
Sisyan rayonunun Bazarçay kəndində anadan olmuşam. Bazarçayda. Bazarçayda. Ondan sonra köçmüşük Əzbəy rayonunun Ter kəndinə. Sonra Leyliqaçan köçdünüz. Sonra da Terdən gəlmişik Leyliqaçana. Ama bir danışın, o necə oldu hadisə? Yox, yəni Leyliqaçan necə gəldiniz Leyliqaçana? Terdən gəldik Leyliqaçana. Necə gəldi? Yəni o necə oldu? Yəni o köçdünüz, gəldiniz. Köçmə səbəbiniz nə oldu? Yaxın kənd olsa da? Orada ev tikdik, gəldik Leyliqaçana. Buradaydı da deyən. Çox sağ olun əziz külvələrim. Agil bəy, maşallah çox gözəl məlumat verdiniz. Allah nəvələrinizin sayını çox eləsin. Hər zaman evinizə çatdıqlara gələk. Çox qəşəng məlumat verdin. Agil bəy, uşaqlıq illəri yaddaşın bildiyimiz kimi ilk səhifələridir. Uşaqlıq illəriniz Leyliqaçanda necə keçdi? O illərin sahələri, oyunlar, həyat tərzi, kənddən gələn səslər, hansı xatirələr də gözünüzün önündədir? Bizə bir kənddən danış, Leyliqaçandan, Köçbəkdən, Terdən, o gənc vaxtlardan, uşaq vaxtlardan bizə bir xatirədən danış, necə keçdi bu həyat? Leyliqaçanda da çox gözəl keçdi. Taytuşlarımız var idi, qızlar idi, yığılırdıq bir yerə, oynayırdıq, gizilan parça oynayırdıq, löpü oynayırdıq oğlanlarla. O vaxtı o qədər belə saf ürəkli, o qədər təmiz ürəkli qız, oğlan hamı qohum əqrəbə idi bir-biri ilə. Leyliqaçanda da çox gözəl günlərimiz keçdi. Atam vəzifədə idi, işləyirdi. Anam özü sağıntısı idi. Mən anamla sağına da gedirdim. Balaca çəlimsiz qızı idim, Ceyhun. Mən vedrəni götürüb gedirdim anamla inək sağmağa. Bax 10 yaşım, 12 yaşım. Bax bəlkə nəvəmi gördün, onun kimi mən gedirdim inək sağmağa. O vaxtdan özüm əziyyətə qatlaşırdım, istəyirdim ki, əziyyət çəkim, nəsə qazanım, nəsə eləyim də. O qədər həvəsim var idi həyat işinə. İndinin bu sahədə də, bax bu yaşımda istəyirəm həyatda əkəm, səpəm, becərəm. Leyliqaçanda da qəşəng qohum əqrəbə əmi oğlu da, yad adam yox idi. Hamı bir-birindən idi. Üzr istəyirəm, öncə belə danışaq da, bu məsəl üçün Tet deyəndə, Köçbək, Leyliqaçan deyəndə o ətraf kəndlər haqqında adları, meşələrin adları, məsələn, kəndidə bulaqlar, öncə bu təbiəti bizə tərənnüm elə, ondan sonra artıq keçək adətənliyə. Qəşəng meşələrimiz var idi, qəşəng sərhəd sahələrimiz var idi, yaşıllıq, güllü, çiçəkli. Atam Alma bulağın, çəkdirib gətir, Alma bulağı idi, o hansı bulaq idi atamgilin? Alma bulağı? Axıb gəlirdi, ancaq Leyliqaçanla o dağın dibindən ora bulaq. Leyliqaçanda bulaq çox idi. Rəhmətli Axan əmgilin evinin altından da bir bulaq var idi. Onların qəşəng ağaçları, orada meyvə var idi. Ancaq bir tək Axan əmgildə bitirdi. Ona görə o dağın döşüydü, daldaydı. Onu qışlarına çox səndiyən maruz vurmurdu, tutmurdu. Yayda da külək tutmurdu. Orada alma da var idi, armud da var idi, dürəbə. Onun iyi onları, elə bir kəndin yuxarısındaydı. Külək olanda o almaların iyi vururdu o evlərinin hamısına. Meşələrimizdə alma var idi, meşələrimizdə alça var idi, meşələrimizdə armud var idi. Leyliqaçanın ətrafında hansı meşələr var idi? Ətrafında Toqqazlı meşəsi var idi, Ayı Boğan meşə var idi, ondan nə bilim çox meşələr var idi. İndi belə deyək, Leyliqaçanda neçədə hansı ailələr var idi? Mənim üçün maraqlı, çünki Köçbəklə müqayisədə elə bir ki, əhali sayı az idi. Az idi. Kimlər var idi? Orada məsələ, bax, bayaq dediyim kimi, deyirəm, Alma bağı var, Axan əmi var idi. Oradan belə, bax, bizim Qunça mamanın, Calal əminin gözünün qabağında ardıcılığına say. Telman var idi, yaşayırdı. Bax, o döşlə, Fərmail müəllim var idi. Mail var idi, bax, bizim Fəzilətin yoldaşıdır. Fərmayla Mail qardaşdır. Elə qardaş kimi də ikisi də cüt idilər. Bax, iki qardaş yan-yana, aralarından bir cığır var idi. Oradan gəldin belə Baxşal əmi var idi. Onun qardaşı Məhəmməd orada yaşayırdı. 25-30 bəlkə də ev olardı orada. Mayıs kimi, bibi unudan da bir xatırlat da evlərdən. Orada məsələ, bax, qaynatam Kərəm, Sadaqət Güldəstə, onlar köçbəyli idi. Ancaq köçüb gəlmişlər Leyliqaçana.
Hə. Belqaçanda yaşayırdılar, orada yaşayırdılar. Oradan gəldi Kərim dayıgil. Oradan gəldi mənim atam evi. Mənim atam evi ilə Kərim dayıgilin arasında bir balaca arıq axırdı. O evlərin arası 10 metr döyüldü. Qaqam orada çay içirdi, Kərim dayı görürdü. Kərim dayı orada yemək yeyirdi. Dur gəbəri, niyə orada tək oturmuşsan? O gəlirdi, qab əlində, çay əlində, ikisi bir yerdə. O qədər mehriban qonşu olmuşuq. 8 uşaq onları idi, 6 uşaq biz idik. Hələ biz atamızın, anamızın qorxusundan bir-birimizə bir acı söz deyib, biz dalaşma, uşaq dalaşkanı olardı axı. Hələ biz atamızın, anamızın qorxusundan biz neçə uşaq elə bir 6 biz 8 o. Biz bir dəfə bir-birimizdən dalaşmadıq. Ya analarımız, ya atalarımız. Kərim dayının bir sirri, bir sözü olardı. Bax o 8 uşağı Kərim dayı mənim atamı ağsaqqal seçib, özü də ağsaqqal idi. Dilli, dilavar, açıq sürfəli, geniş ürəkli, ondan bol çörəkli bir kişi idi. Adı özü fermədə çoban idi. Ancaq ki, o verdiği çörəyə görə, o yaşadığı həyata görə elə bilirdin ki, bir raykom kimi, bax, açıq sürfəli olduğuna görə o cürə bir adam idi. Sən deməzdin ki, bu burada adi sıravi bir çobandı bu, yox. Bizdən bu tərəfdə Axan əmi yaşayırdı, oğlu Şəmil yaşayırdı. Oradan belə keçdin, bax, İsmail var idi, yaşayırdı. Bax, Şəkər, qızının adı Ağca, Mehti, bax, onlar o yaşayırdı. Oradan keçdin Əmimgil Əziz, atamın qardaşı Əlmərdanov Əziz. Hamı tanıyar, Teyir, Köşbək. Terk də bizim hamımız bir-birimizdən idi. Orada yad adam yox idi ki. Bəli, bəli. Terk də bizim hamımızı tanıyır, ona görə qohum idik. Orada yad adam yoxdur ki, mən məsələ bu müsahibəmdə kiməsə tanıtmıram. Adını çəkirəmsə, hamı onu tanıyar ki, düz deyə də bu filan kəs idi. Oradan bu tərəfdə qardaşım Telmangil olurdu. O Malakavoz deyildi, sister süt maşını sürürdü. Amma əmim tükanda da işləyib, poçta da işləyib. Yəqin məni eşidənlər, sözümü eşidənlər bilərlər, yadlarına düşər ki, mən həqiqi danışıram. Mənim danışığımda yalan, küş, ondan şey yoxdur da. Oradan Məhəmməd əmigil yaşayırdı. Bax, hamısını bir-bir deyirəm. Bir dənə ev boşlamamışam. Bax, Durna xala yaşayırdı. Yoldaşı rəhmətə getmişdi. Bir oğlu, bir qızı var idi. Onun indi qızın Kərim dayı Səlim böyük oğlunu aldı. Ona görə Telpəri ilə Durna bacı idilər. Xala qızı, xala oğlu. Elə indi də düzdür, özləri dünyalarını dəyişib, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Ancaq onlar indi bax, onların da maşallah şükür 4 oğlu var. Evləndiriblər, nəvələri var. Yəni bax, orada yaşayış tərzimiz belə idi. Orada heç kimin xətrinə dəymirdi. Heç kimdən küsmürdü. Hamı o qədər mehriban idi bir-birindən. Elə bilirdin ki, bir evin külfəti kimi. Bax, belə deyim də sənə. Agib, bugünkü verilişimiz, yəni sözümün əvvəlində də dedim, Teyip Köşbək Leyli Qaçan olsa da, məsəl üçün, yəni belə deyək də, o kəndlərin cəmaatına müsahibə alsaq da. Amma bugün siz Leyli Qaçanda yaşayırsınız. Leyli Köçən deyə də, qaynaqlar Leyli Köçəndir. Bəli, bəli. Yəni, bu kəndin adı niyə Leyli Qaçan idi? Xatırlayırsan, mən bir dənə elə ağlıma gəldi. Məni onu bana danışıblar. Orada bir qız var imiş. O vaxtı. Bax, onu da qoy mən açıqlayayım. Onu mən çoxdan fikirləşirdim, yadımdan çıxmasın. Bu Leyli Qaçan burada o yolun qırağı idi da, yaşayırdı. Tam yolun üstündə idi. Amma bax, Terf cəmaatı da ora mal heyvan, o yuxarıdan, o tərəfdən, pavarotdan gətirirdilər o dotar. Orada Xarabaxana Leyli Qaçan var idi. O qədər Ceyhun orada evlər var idi. Oraya gedirdik yol pencəri yığmağa, cacıq yığmağa, qiymi yığmağa, mal heyvan aparıb otarırdıq. Orada o qədər Xarabaxana evlər var idi. Sayı sambalı yox idi. Orada qəbirstanlıq var idi. Bax, mən bir dəfə nənəmlə nəyəsə getmişdik, deyəsən, şoşan yığırdıq şoraba qoymağa. Mən nə qədər elədim, mənim anam da o hərfləri oxuya bilmirdi. O qəbirlərin üstündə qədimi nə bilim, neçənci illərin adamıymış ki, o hərfləri heç kim tanıyıb oxum. O qədər böyük qəbirstanlıq orada var idi. Özü də kəndə yaxın idi, üzbəüz idi kəndlə. Bax, o cürə qədimi yerlər var idi orada. Bəzilərini elə bəlkə biz qadın idik, gedib görmürdük. Amma bu kişilər növbəyə gedəndə, işə gedəndə bəlkə görürdü. Orada bir, o vaxtı bilmirəm, oranın adı ayrıymış. Onu mən yalan deyərəm, yadımda deyil. Ancaq deyirlər orada bir... Həyatda elə bil o kənddə birinci dəfə o qız qoşulub qaçıb.
Orada qaçırtmaq məsələsi yox imiş güya. Mən də onu eşitmişdim Deyilənlərə ki, görə. ilk qaçan o olubsa. Ancaq o qız qaçıb, o kəndin adını dəyişib qoyublar. Qızın adı Leyli imiş. Hə. Qaçanı da, yəni qaçıb da Leyli qaçıb. Hə. Leyli qaçan, ona görə də Leyli qaçan. Mən eşitdiyimi atamla. Mən də elə eşitmişdim, amma indi Rəhmətli Əsmər nənəmlə, bax Allah köşbəli idi rəhmət o. eləsin. İndi bax o da bunu məsələ mama gil tanıyarlar da. Nənəm necə belə kələntər qəşəng, bilçək belə elə o hamıya məsələ belə mehribançılıq göstərən bir xanım idi. Orada bax Əsmər nənəm mənə danışıb ki, onun adını onun üçün dəyişib qoyublar Leyli qaçan. Bibi, canın dərd görməsin. Leyli qaçanda məsələn tanıdığı o vaxt sizin dövrünüzdə ağsaqqalların ağbirçəklərini danışdınız. Bəs bu ağbirçəklərin sözünün ötkünlüyündən, ağsaqqalların sözünün belə deyək, dinlənməsindən, o sizin dövrünüzdə ağsaqqallar, ağbirçəklər, biraz onların adlarından çəkin, onların sizə verdiyi məsləhətlərdən nəyi xatırlayırsınız? Bax, mən özümdən danışım. Mən oxumamışam. Niyə oxumamışam? 5-ci sinif oxumuşam. Mənim atam, mənim məsələ, əmim, dayım, ağsaqqallarımız bu idi da. Dedi, qız uşağıdır. Bu 3 kilometr yolu niyə geçsin, gəlsin? Qoymadılar mən oxuyam. İndi bəzi qızlar var, deyir mən oxuyacağam. Mən karyera qururam. Mən ancaq ağsaqqallarım icazə vermədi, mən oxumadım, məktəbə getmədim. 5-ci, 6-cı sinifi oxudum, qayıtdım, oturdum evdə. Kənddə də bir elə şey olardı, ağsaqqal məsələ, Kərim dayı, ağsaqqal mənim atam, Axan əmi, Şirxan əmi, ağsaqqallarımız bu idi. Maili məsələ, rəhmət eləsin, Fərmayı sağdı, Maili rəhmətə girir. Onlar cavan idi, ağsaqqal deyildi. Amma ağsaqqalımız Axan əmi idi, Şirxan əmi idi, mənim atam idi, Kərim dayı idi, Kərəm dayı idi, ağsaqqal Məhəmməd əmi idi. Ağsaqqallarımız ancaq bunlar idi. Ondan qalanı, o dediklərim, bəyək sadalıqlarım, onlar hamısı onların övladları idi, qardaş bacıları idi. Onlar ağsaqqal deyildi. Ancaq orada bir şey olanda, bir müşkül bir şey olanda birinin ailəsində. Bu 5-6 nəfərdir də Leyli qaçanda sadaladığım ağsaqqallar. Onlar hamısı yığılırdı. O evdə olan söz-söhbəti sakitləşdirirdilər. O söhbət olan evin ailəsi də, oğlu, qızı da o ağsaqqallarımızın sözündən çıxmazdı. Bir sözünün qüvvəti, məsələn, biz bunları, məsələn, mən bütün müsahibələrdə bunu dönə-dönə xahiş edirəm desinlər. Çünki bu dövrdə ailə bütünlüyü, ağsaqqal, ağbirçək məsələsi çox önəmlidir. Çünki biz xalq olaraq, mentalitet olaraq, dəyər olaraq bizim üçün ağsaqqal, ağbirçək sözü hər zaman başımızın üstündə olub onların sözləri. İndi bunları da siz çox qəşəng vurğuladınız, orada ətraflı izah ediniz. Yəni kənd həyatında və bu günləlik həyat tərzi ilə bağlı məsələ bir sual olsa, sən Aygül nə deyə bilər? Kənddə qadınların həyatı, günlük həyatı necə olurdu? Bax, kənddə həyatımız, günlük həyatımız necə olurdu? Günlük həyatımızdan, evimizdən, uşağımızla, məsələ yay vaxtı elə bir şey olmurdu. Bostan da ilgirdik, kim bostan eləyən, sağınçılıq var idi, demədim, fermə var idi. Bəli, hə. İnək ferməsi var idi. Deməli, 2 dənə mal ferməsi var idi, tavlası. 1 dənə subay mal, bax Leyli qaçandan danışıram. Aşağı tavla, yuxarı tavla. Biri də var idi, yolun qırağı tavla. Orada subay mal da olurdu. Subay toxluları da o vaxtı tartdan gətirirdilər, orada saxlayıb yekəldib. Məsələ, haddi olanda belə loru dildə deyil, qatırdılar heyvana da ki, bu qoyun ola bilər, bala verə bilər. Bax, onda o tavlada da, bax elə toxlu saxlayırdılar. Ortada da bir tavla var idi, ora bızaf saxlayır. O 2 tavlanın, inəklərinin, balaların, orada rəhmətli Kərim dayı, bax ona baxırdı. O bir 20 gün bu sağıntılar baxırdıq biz. Hərəmizin 15-20 inəyimiz var idi, sağırdıq. Bu şeylərlə məşğul idik. Ancaq verməklə, özümüzün də maşallah. O ev yox idi ki, 3 inək olmaya, 2 inək olmaya. Tək-tük ailələrdə, təzə ayrılanlarda 1 inək olardı. Hərənin 20 qoyunu, 30 qoyunu. Bununla məşğul olurduq. Növbəyə gedirdik. Ondan sonra uşaqlar belə kimi 15-16 yaşında uşaqlar quzularımızı yığıb aparıb otarardı. Hər bazarda axşam heyvan çöldən gələndə o quzumuzu otaran uşağa o südü nə olurdu həmin axşamı.
Ona verirdik, bazara deyirdik, gedir də bu. Ədətimiz bu idi, başa düşürsən, bununla məşğul idik da, deyirsən nə ilə məşğul idilər. Mən sizə bir şey deyim. Məsələn, o tep göçbək Leyli Qaçan, yəni o Elazığ bir dərənin insanları deyirlər. İndi hamısı o yerləşdiyi mövqeyə görə. Yəni burada həyat tərzi o qədər belə insanları cəlb edib ki, yəni dolanışı o qədər yaxşıdır ki, yəni cəmiyyət dediyiniz kimi bir sıxıntı yaşamayıbdı. İndi bu problemlərin olmaması üçün o xoşbəxt həyatın olması əsas bir səbəb olmalıdır. Bu səbəbdə mən oxuduqlarımdan, bildiklərimdən, eşitdiklərimdən cəmiyyətin yaşatdığı adət-ənənə olubdu. Yəni bizim köçbək Leyli Qaçanda Allah hər zaman şadlıq qismət eləsin. Yas mərasimlərində, toy mərasimlərində bu adətənləri yaşatmaq olar. İndi keçək bu suala, inşallah ki siz danışırsınız, Mayıs kimi danışmaq istəmir. Mənim zəhəmim onu basıb olsun. Danışmır. Amma indi Mayıs kimidən indi özümə qeyd eləmişəm, bir dənə xatirəni çox xahiş edirəm, danışacaqdır. Çox qəşəng, maraqlı bir xatirədir. Zəhmət olmasa bu kənd adətləri, məsələn, qadınların, xanımların gözündən adətənlər necə idi? Özəlliklə xüsusən sizin kəndinizdə, düzdür, fərq olmasa da eyni kənd olsa da, amma baxmadan, yəni Leyli Qaçanın özünə aid bir ailə dəyərləri var idi, qonşuluq dəyərləri var idi, nişanla bağlı, eyni olsa da, amma tam eyni deyildi də. Razılaşırsan yoxsa? Terflə Leyli Qaçan eyni deyildi. Yəni eyni adətənlər idi də hamısı. Eyni adətənlər. Biraz oradan başlayın, danışın, nələr baş verirdi, nə oldu? Bizim ayrı adətən ənənəmizlə köçbək olsun, terf olsun, Leyli Qaçan hamısı olsun. eyni idi. Eyni idi. Ona görə eyni idi ki, terfdən neçə dənə qızımız terfdə məsələ ailə qurdu. Xoşbəxt olublar. Ədət-ənənəmiz eyni idi. Eyni adamlar idik. Prosta orada biz Leyli Qaçanla məhsunlaşmışdıqsa da, elə biz də terf adamıydıq da. Biz də İrandan, Türəndən gəlməmişdik. Ona görə də ədətimiz eyni idi. Olsun köçbək. Necə idi? Çox gözəl. Terfdə ədət nətər idi, köçbək. Qızı istəyərdilər. Çünki hər birisi danışır. Amma hamı eyni deyil də. Məsələn, Dilərə biri danışdı, mamam da danışdı, amma Aygül bir başqadır. Yəni sənin gözündən nə idi həyat? Mənim gözümdən elə onlar bir düzü deyirəm mən. Eyni idi ədətimiz. Qız istəməyimiz olsun, nişan qoymağımız olsun. Onda toylarda nişan, o qızı ki mən oğluma almışdım, nişan qoymuşdum. Toylarda ayrı hava çaldırıb, hamı öz gəlinidir də, nişanlıdır. Çaldırardıq, qohum-əqrəbə yığılardı, əlinə pul verərdi. Ədətimiz eyni, terfdə də eyni idi. Biz toylarımız, İraq qulaqlarımızdan, vaylarımız eyni idi. İraq olsun, bir qonşuda bir hüzür düşərdi. 40 gün heç kim paltarı da yuyub gizlin sərərdik ki, orada hüzür düşüb. Bir adam bir yorğan, bir döşək çölə atmazdı. Qonşuluq əlaqəsi. Bax, hörmətə görə, hörmət mənasında. O ölüyə hörmət qoyurduq ki, bu evdə hüzür düşüb. Mən durum ev təmizliyim, bayram eləməzdik. O ölüyəsi bayram eləmir, biz də bayram eləməzdik. Yumurta boyamazdıq, qapı busmazdıq. Ancaq ədətimiz, ənənəmiz eyni idi. Bayramlar olardı, il axırı var idi. İl axırında qədir tutardıq. Özüm o qədər qədir tutmuşam. Qədir tutardıq, səhərə kimi yatmazdıq. Bir evi deyirdik ki, məsələdə Lətifəgildə qədir tutaq bu il. O da razılaşırdı, evi verirdi qız gəlinə, qızlar ayrı, tuturdu oğlanlar ayrı. Orada gecə səhərə kimi danışmaq, gülmək, bu oyun oynan, beşdaş oynayırdıq, papağaltı oynayırdıq, çorabaltı oynayırdıq, səhər açılsın. Yerləncək asırdıq. O vaxt evlərin belə adı yox idi ki, tir var idi. Oralardan yerləncək asırdıq. Yerləncək gedirdik. Səhər işıqlananda da hamı qaçırdı, axar su üstünə, qədir tutanla səhər açılır. Hamı qaçırdı. Qız gəlin bir, oğlan da qarışırdı qıza. Kim kimi istəyirdi, kim kimə ailə qurmaq istəyirdi. Orada bir-birini o suluyurdu, qatırdı bir-birinə də, ona heç kim başa düşmürdü. Amma hamının ürəyində var idi ki, mən filan qızı istəyirəm, mən filan qızı istəyirəm. Bax, bir-birinə axşamdan gətdiyimiz suyu, həmin günü onu da hamı boşaldırdı çölə, il axırı qutarıb, təzə su gedib gətirirdik bulaqlarımızdan. İçinə bir belə daş atırdıq ki, güya bu bir belə bərəkəti biz bu il apardıq evimizə. Bax, ədət-ənənəmiz belə idi. Yumurta qızardardıq. Məsələ, kənd mehribançılıq olanda, şənlik olanda, hüzür olmayanda,
Hamı bax, yekə qız gəlinlər, zaman gəlinlər gülmək üçün, maraq üçün. Aha. Torba atırdıq bir-birimizin qapısına. Ama bunu 15-20 yaşında olanlar atardı da. Ama biz gülmək üçün. Novruz bayramı ərəfəsində. Hə, Novruz bayramında torba atardıq gülmək üçün. Qız gəlin yığılırdı bir yerə. Bax deyim şəkəri bura, paxlava. O vaxtı biz bilmirdik. Ərdək bişirirdik. Bir də İrəvan kətəsi bişirirdik. İndi bəzi şirniyyətlərdə özümüz nə ilə kəsirdik. Yağ bol, hər şey bol, hər şey özümüzdən. Tökürdük kimin ağlına nə gəldi, amma İrəvan kətəsi ilə əyirdək. Ən gözəl, ən belə əziz şirniyyət. Əyirdək nə idi? Əyirdək onu da yağla, pesoqla yoğururduq. Belə uzun xamır eləyirdik, onu kəsirdik balaca. Onu xəlbirin götündə rəhmətli anam Arxa hissəsi ilə? hə, belə eləyirdi, ora naxış düzürdü. Xəlbirin. Onun içinə nə qoydunuz? Onun içinə heç adi yağlı, şirinli, nə bilim nəyli xamırdı. Ay şey yox, içinə heç nə qoymurdu. Mən çünki ilk dəfə eşidirəm ona görə. Lül yağın Əyirdək. içində, lül yağın içində onu da qızardırdı. Hər yeri eyni qızardı. Ona görə yağ təmiz onun üstünü örtürdü da. Onunla bax bir-birimizə xonça, qoz, fındıq, yumurta boyardıq. Bir-birimizə bayram payı xonça bağlayıb. Ağsaqqallarımızın məsləhəti ilə məsələ, bax Köçbəkdən Bulud əmi var idi, ağsaqqal idi, İsmixan əmi var idi, ağsaqqallarımız idi. Onların qoyduqları ədət idi, onların dedikləri məsləhət idi biz bundan Yəni onlardan görmüşdünüz. Onlardan görmüşdük, götürmüşdük. Məsələ Tertdən Əmir Kirvəni deyə bilərəm. Məsələ bax, Mürsəl Kirvəni deyə bilərəm. Məsələ ağsaqqallarımızdan. Əskər əmini deyə bilərəm ağsaqqallarımızdan. Hamı nə bilim, Qaqa Hüseyn əmi deyim, dayı deyim, ata deyim var idi. Allah rəhmət etsin hamısını. Ondan sonra çox adam var idi. Əmir Kirvə var idi. Ağsaqqal çox idi Köçbəkdə. Rəhmətli Ağa Mirzə baba var idi. Çox belə məşhur ağsaqqal idi, zəhimli belə baxırdın. Hamı onun elə duruşundan Koroğlu kimi. Həqiqi də buğları zadı var idi. Elə oxşarı da var idi. Zəhimli kişi idi. Bax onlar var idi. Çox adam var idi. Çox sadalaya bilərəm. Sadalamadıqlarını. Yəni verilişə görə biraz hamı saymaq da olmur. Biraz hamı da saysan çoxdur. Bir üzr istəyirəm, bu da bir maraqlı məqama gəldi. Bizim Mais Kirvəm danışmaq istəmir. Amma mən də elə bu artıq kamera arxasından əmmə bir sual vermək istəyirəm Mais Kirvəmə. Mais Kirvə, rəhmətli atamla bir kirvəli məsələsi var idi. Çox xahiş edirəm mənə bu sözünü. Yəni o sonra həmişə mamam deyirdi ki, nə etdi bu çəpiş etdi. Bu nə deməkdir? Nə etdi çəpiş etdi? Bu kəndlə bağlı çox qəşəng bir xatirədir. Maraqlı xatirədir. Bir dənə xatirə var. Cavanlıq xatirəsidir. Kirvə buyur. Elə oldu ki, Əvvəldən bizim Şakirlə, rəhmətli Şakirlə biz çox mehriban olmuşuq. Traktorist yoldaş olmuşuq. Bir-birimizə can deyib, can eşidirdi. Elə oldu ki, dedi, sən uşaqların kirvəsi olmalısın, dedim gözüm üstə. Bir-birimizə gəl, get, münasibət. Elə oldu ki, Umud mənim bacım Sonanı istədi. İstədi. Ondan sonra elə oldu ki, bunlar sevişdi, bir-birini istədi. Atamgildə razı olmadı da Sonanı Umuda verməyə. Qoşuldu, qaçdı. Qoşuldu, qaçandan sonra Şakirə dedim ki, belə-belə. Ondan da qabaq bir dənə keçi vermişdi, elə belə də pay kimi apar, saxla. Elə oldu ki, sonra qaçandan sonra elə bir gün oldu, onda Belarusda işləyirdim. Keçini qoydum Belarusa acığımla. Apardım, keçini ötürdüm qapıya, dedim da bizim kirvəli qutardı da. Bundan da vəssalam. Keçini qapıya ötürdüm, qaydanda fəzilət çıxdı evdən. Çıxdı, dedi, nə oldu? Nə elədi, elə keç elədi. Ondan sonra yenə də bizim münasibət davam eləyir. Allah Şakirə rəhmət eləsin. Gözəl yoldaşıdır, yaxşı qardaşıdır. Allah sizlərə torpağa qədər ömür versin. Amin. Çox gözəl insanıdır. Orada da traktorist yoldaşlarımız var idi. Bu qarajda işləyən zaman
Kimlər var? Köşbəkdən ağa idi. Traktorist ağa. Samra. Hətəm xan var idi. Traktorist Cəlal var idi. Tersə də bizim mexanik Gülbaharoğlu Şiraslan deyirdilər. Valla atasının adını bilmirdim. Elə deyirdilər Gülbaharoğlu Şiraslan. Bizim mexanik idi. Ondan sonra Şiraslan çıxandan sonra Samranı verdilər mexanik. Rəhmətli, Allah rəhmət eləsin. Samran da rəhmətə getdi bu Xocalı hadisələrində. Ondan sonra Sədaqəti verdilər. Sədaqət də bizdə Lelqaçanda qonşu idi. Yəni belə dolanırdı. İndi həyat belə gətirdi ki, hər bir tərəfdən dərgin düşdü. İndi də gəlib burada məskunlaşmışıq. Burada yaşayırıq. Mən bu qədər. Dedim keçi məsələsini danışdım. Çox sağ olun. Allah razı olsun. Çox qəşəng bir xatirə oldu. Bilirsin. Doğrudan da mən çox şad oldum sizin bu gün gəlməyinizə. Bu qrupu da təşkil edənlər İsmaildir. Abbas orada iştirak eləyir. Abbasdır, əmioğlu Əlidir, İnqilabdır. Onlara da can sağlığı, uzun ömür arzu eləyirəm. Sən başda olmaq şərti ilə. Çox sağ olun. Biz TEP qrupu olaraq, WhatsApp qrupu olaraq belə deyək də istəyirik ki, TEP Körpə deleqasiyanı fərq qoymadan ki, fərq qoymuruq. Yəni adət ənənəmizi yaşadaq, orada fikirlərimizi paylaşırıq. Maşallah olsun, Aydın Gümrüdə aktivdir orada. Çox sağ Mayıs Kirəmə təşəkkür edirəm. Çox qəşəng nə etdi, nə elədi bu keçi elədi məsələsini. Çox gözəl bir xatirə oldu. Allah sizə uzun ömür can sağlığı versin. Agil bəy, bu bilirsiniz ki, orada bizim cəmaatımız ataba torpağımız olsa da, amma çox təəssüf olsun ki, orada ermənilər yığışmışdı, onlar rəhbərliyi onlar edirdilər. Orada kənd xatirələrindən, elə məsələn bu Azərbaycan-Erməni münasibətlərindən və yaxud da ki, sizin elə xatirə demişkən bunu da dedim, yəni kənd xatirələrindən, məktəb dövründən, müəllimlərdən, çünki o dövrdə yaşınızın o gənc vaxtları idi. Eşitdiyiniz yaxşı məsləhətlərdən, ağsaqqal ağbirçək məsləhətlərindən maraqlı bir hadisələr, nəyi xatırlayırsınız Agil bəy? Mən özüm Terpə məktəbə bayaq demişdim də, getmişdim. Müəllimlərimiz var idi. İsmail müəllim, Abdülkərim müəllim var idi. Fərzalı müəllim var idi. O Gömürdanaqdadan gəlirdi. Rus müəllimimiz var idi. Aroyan deyirdik. O sinif yoldaşlarımız var. Mən Oruçla, Pakizənin oğlu Oruçla oxumuşam. Bax, Qudam Şakirin bacısı Minaya ilə bir sinifdə oxumuşuq. Abdülkərim müəllimin qızı Adilə ilə sinif yoldaşı olmuşuq. Həm də padruqa olmuşuq. Gözəl günlərimiz olub oralarda. Gözəl idi. Hər şey gözəl idi orada. Nə qədər əzablı əziyyət idi. Düzdür də, o vaxt ilə indiki dövrü bir deyildi. Ancaq oranın dadı, ləzzəti, oraların yeməyi, oraların xətiri, hürməti, inanmıram, inlə belə ya olar, ya da heç yoxdur. Çox gözəl idi hər bir şey. Bayaq dediyim kimi, Leyliqaçan xarabaları dedim də ki, bizim yaşayış olan Leyliqaçandan belə də Leyliqaçan, orada tunel var idi. Tunel qazırdılar, onu nə qazırdılar, deyirdilər, bilmirəm nə gətirirlər, ermənidir, nə bilim nəyə görə, Mayıs tuneldə işləyirdi. Mən uşaqlardan evdəydim. O vaxt deyəsən uşaqların ikisi var idi. Yox, elə hamısı vardı, amma yox. Hə, var idi, yox. Uşaqların 5-i də var idi. Elə həmişə Mayıs tuneldə ismində olurdu, özü də mas sürürdü. Yatmışdıq gecə saat 3-dür, 4-dür, nə bilim nədir. Gördüm, amma bu 88-ci illərdir, ha. Ondan mən danışıram. Bəli, bəli. Məktəbimin illərindən gəldim, yanılmamışam. Özüm o yadıma düşdü, ona görə onu araya saldım. Dinləyənlər bağışlasın, deməsinlər çaşdı. Yox, yadda qalmışam demək lazım. Yadıma o gəldi, ona görə dedim ki, mən onu qoy vurğulayım burada. Ay Allah, mən dedim nəsə olub Mayısdır, gəlir. Amma həqiqətdə qorxurduq da, bu hadisə var idi. Evə balta qoymuşduq, lom qoymuşduq, taxta qoymuşduq. Güya erməni gəlsə biz bundan onları, ya Mayıs ilə evdə olanda da silahımız yox idi, o idi, onları qoymuşduq. Güya silahımız qoymuşduq ki, indi Allah eləməsin. Özdə Siyana görürsə, Bazar çaya, gedən yol bizim kəndin içi ilə gedirdi. Həqiqətən qorxurduq. Pis vaxt idi.
Gördüm qapını elə döyürlər, elə bildim nəsə olub, mais gəlib. Güya batsa durdum, işıqları zadı söndürmüşük ki, güya yoxuq da, burada yaşayış yoxdur. Belə baxdım, gördüm. Neçənci 88 idi, hə? 88-ci il idi. Bəzi adamların bəlkə də tezdən, köçməkdən, təklik adamlardan köçmüşdü. Amma biz köçməmişdik, hələ oradaydıq. Amma beşimiz zadımız yığılıdı. Elə də maşın axtarırıq ki, çıxmağa, mais ama işlədi. Qapı gördüm, ermənicək söyüş. Dedim, vay, evin yıxılsın fələk, bizimki bura kimiydi. Qapını qıracaqlar, düşərlər içəri, uşaqlardı mənəm. Başımızı kəsəcəklər, bizi nə bilim götürüb tulayacaqlar, neynəyəcəklər. Burada elə bizim öldürəcəklər, hə? Hə. Amma bundan da qorxuram ki, bu səsə uşaqlar duracaq. Uşaqlar mən qanıram, dinmirəm. Amma uşaqlar duracaq yağlıya, bunlar biləcək evdə adam var, qapını qırıb girəcək içəri. Nədir? Belə qapıdır da, qapını qırmağa. Daşı vur, qırılsın. Biz də ev eşiyi təzətiymişik. Amma böyründən də yeri vardı. Elə yaşamağa bir-iki göz tikmişdik. Müvəqqəti qapı idi da, yəni deyirəm ki, vursaydı istəsə, amma piyandılar. Onu da sana deyim ki, piyandır. Ağlı başında olan adam olsaydı, qapını qırıb içəri girə. Ceyhun o qədər döydü qapını, söyüşdən söydü ermənicək. Gördü ki, güya heç kim yoxdur. Allahım onu da verdi ki, uşaqlar oyanmadı. Səs eləmədi. Söydü, amma mən özüm pəncərədən baxıram, pərdənin şeyindən. 2 nəfər idi. Aşağı, bizim də yol elə oradan da, evimizə oradan yol yenirdi. Getdilər, mindilər, maşına oran terpə tərəf çıxdılar, getdilər. Bax, o günləri biz çəkmişik, o günləri görmüşük. Yoxsa biz öz başımıza vətənimizdə niyə qaçırdıq, niyə gəlirdik? Qız gəlinimizdən, namusumuzdan, qeyrətimizdən qorxurduq, gəldik. Ona görə silahımız yox idi, bizi qoruyan yox idi. Belə açıqlamamışıq. Bu 88-ci ildə sənə onu deyim. Bax, mənim rəhmətli atam ölən il idi. Bilmirəm neçənci il idi qaqam öldüyü. Bax, həmin ərəfədə bax bu hadisə baş verdi. Qarabağlılardan, qış fəsli idi. Qarabağlılardan 2 ikarus, 1 arvad, 1 kişi tutub atamın hüzuruna gəlirdilər, üçünə. O bilmirəm, o hadisə harda olmuşdusa, dəqiq bilmirəm də, bu Siyan Gorus tərəfdə. Orada o cəmaatı qoymamışdılar keçə. Kişilər ayrı yollarla, öz maşınları ilə də gələn var imiş. Ayrı yollarla, kəsə yolla gəlmişdi. 2 ekarusu erməni qoymamışdı keçə. Bunlar da heç bərkin tutmamışdı ki, qız gəlinimizi pis üzümlə yola salarlar da, qaytarmışdılar dalı. Bax, oradan onlar şərəfsizlər qoymadılar ki, atamın məsələ qohumu, əqrəbəsi, əmisi, dayısı hüzuruna gələ. Oradan bax qayıdıb ki, mənim atam ölən ili bu 88-in hadisəsi o vaxtlar baş verdi. Onlar oradan gələ bilmədilər mənim atamın hüzuruna. Agil bəy, danışmışkən elə buradan danışaq, bu elə deportasiya məsələsidir. Yəni, burada bir fragmentdən danışdınız, məsələn, başınıza gələn bir hadisəni danışdınız. Bu qaçqınlıq, bu hadisəsi baş verərkən Göçbərli qaçan, bu da ab-hava nətər idi? Cəmaət bunu necə qarşıladı? Cəmaətin həyəcanı, uşaqların həyəcanı, sonra oradan çıxışınız, hara gəldiniz? Bu mövzu haqqında biraz danışın, söhbət elə, görə nələr yaşamısan? Cəmaətdə həyəcan var idi. 4 tərəfimiz hamı erməni idi. Elə bir, orada Gömür Cavud o tərəfdə idi, dərənin dibi, kimin, laf olsun, hər kişi özüm qoruyurdu. Hamı da həyəcan vardı, hamı çıxmağa yol axtarırdı, qaçmağa yol axtarırdı. Elə bir, heç bir nə olmasın. Nə istəyirdi, ondan nə istəyirdi cəmaatdan? Bilmirəm, otduğumuz yerdə yaşayırdıq da, indi nədənsə, elə ay Ceyhun, həmişə hara olur olsun, rayona gedərdik, belə xain, pis, irəli dururdun adama belə pis, həmişə onlar bizlə ədavət aparıb. Neçə illərdir. Öz torpağımızda bizdən ədavət torpağımızda bizdən ədavət aparırdılar. Yaşayırsınız, qoymuşuq yaşayırsınız, yaşamışsınız. Neçə ildir də bu yollara qulsunuz da, neçə illərdən bu hadisələri törətmişsiniz, məğlub olmuşsunuz, heç nə qazanmamışsınız. Niyə oturmuşsunuz yerinizdə? Bax, neynədiniz? Özünüzə də elədiniz, bizə də elədiniz. Niyə bax bu qanı tökdünüz havayı? Torpaqları aldınız, hə? 35 il, 30 il erməninin himayəsində qaldı Azərbaycanın torpaqları. Niyə sözdün apardın? Niyə aparırdın? Az güc. Yaradaydın da bizim prezident kimi yaradaydın. Gördün
kişi kimi aldı, kan tökdü, tikdi, yaratdı, əhalisini də yığıb içinə yaşayır. Nə uddun? Uduzdun mu? Əlbəttə uduzmusan. Həmi biabır oldun, həmi cavanların qırıldı, həmi torpağı da aldın. Evin eşiğini də, varını da qoydun, qaçdın. Bir dəfə deyil ki, neçə dəfə ilə bu hadisə erməni sənin başına gəlib. Niyə ibrət olmursan? Niyə oturmursan yerində? Kimə nə deyirdi? Kim harada istəyirdi? Hürevin orada yaşayırdı da. Hamımız yaşayırdı. Mənim Masisdən 4-5 dənə, mən Padruqada demərəm bundan sonra onlara, tanışlarım var idi. Gəlirdi həftələrlə bizdə qalırdı. Bax, Mayıs Allah şahadıdır. Öz evləri kimi tökürdük, yeyirdik, onlar da gətirirdik. Qazayağı yığırdılar, kimi yığırdılar, baldırğan yığırdılar, məndik yığırdılar, meşruqlarla aparırdılar. Hər il o vaxtı gəlirdilər. Bankalar gətirirlər bizə, maşının dalı. Deyirdilər, ay sən bağlama. Biz oradan bağlayıb gətirək. Bizim bu cürə münasibətimiz vardı. Dolanırdıq, dolanaydıq da. Həm özünüzə elədiniz, həm də bizə elədiniz də. Nə qazandıq ki burada? Amma biz qazandıq. Prezidentimizin Allah canını sağ eləsin, ömrün uzun eləsin. Həmişə başımızın üstündə belə qazansın, yaratsın, həmişə şərəfli olsun. Torpağı da aldı, tikdi. Amma erməni az gözlük elədi. Torpağı aldı, sökdü apardı. Niyə sökürdün? Duxun var idi, yaşayaydın da. Niyə söküb aparırdın ki? Az gözsən də apardın, tikdin özünə, onu da qoydun getdin. Nə qazandın ki? Dolanaydın da. Kimsən hələ? Azərbaycanın olsun, İrəvanın olsun. İrəvan da bizimdir. Gözəl yerlərində kim harada istəyirdi, yaşayırdı da. Bir gün necə çıxdınız oradan? Çox pis, qorxulu. Bizim hara getdiniz, hara gəldiniz? Qaldı bizim. Yüngülümüzü götdük, yatacağımızı. And olsun Allah'a diyeyim, mənim atamın evinə girəydin qalanını. Dəhşətə gələrdin. Bir dəfə mən Abbasla farmaşın üstündə farmaş məsələsi oldu. Mən atamgildə farmaş dolu nələr qaldı, farmaşlar, uzunlar, nənəm yığmışdı, küpələri qaldı, bal küpələri. Özləri bilirdi, atam arı saxlayırdı. Bizim həyətə erməni 100 dənə arı qoymuşdu. Həmişə gətirirdi biçənəyimizə. Bax, biz qoymurduq orada alaçıqqora, bizlə bir yerdə gətirirdi, yeyirdi, süzürdü. Bizə nətər deyim, vedrə ilə bal pay verirdilər. Ona görə torpağımızı, biçənəyimizi vermişdik onlara, arı qoymuşdular. O cürə yaşayırdıq. Çox pis gəldik dağlarla, dərələrlə. Allah bizi saxladı da, Laçının dağları ilə, meşələri ilə, yamaçları ilə, özü də pis vaxt idi da. Bu yerin, yurdun yaş, yağış, zat yağan var. And olsun Allah, sıkıntımız ölüm idi da. Allah qorudu elə bil. Allah'a əgahı idi ki, bizdə günah yox idi. Ona görə Allah bizi o yerlərdən qutardı, gəldik. İndiki gündə bu yaşayırıq. 5 uşaq, 2 özümüz. 5'i yığmışıq, zadın başında da uşaqları üstünə yorğan, adıya soyur. Nə bilim, Allah o günlərimizi ömrümüzə yazmasın. Amin. Çox belə azın azaqlı, çox belə malımızı, heyvanımızı elə bil ki, belə nətər deyim, şulan elədik da, inəklərimiz var idi, səcərəli yelinli, yağlarımız, plaqalarımız, pendirə, mən pendir gətirmişdim Şuşaya plaqada. And olsun Allah, onun üzündə belə yağlar vardı. Mən neçə ay il onu orada yedik, içdik. O cürə bizim yaşayışımız vardı. Biz dükandan, bazardan heç nə almırdıq. Qənd çay, hər şeyimiz özümüzdən idi. Gözəl günlərimiz var idi, gözəl bulaqlarımız var idi, gözəl yaylaqlarımız var idi. Həmərsin yığırdıq. İndi it burnu da deyirik, həmərsin də deyirik. Tonla yığırdıq, həm satırdıq. Rəhmətli Garay əmi var idi, o götürürdü. Həm də qışa vedrələrlə turşu qayırdıq, can dərmanı idi. Orada təzik var idi, orada davliniya var idi, orada infak var idi. O sular qoyurdu ki, insanda nəsə bir xəstəlik olsun, dərman idi. Havası da dərman idi, suyu da dərman idi, hər bir şey dərman idi. Orada yatıb durmayan var idi, cavan oğlanlar Azərbaycanda deyirlər, uy filan kəs yatdı dur, ay balam, xəstə deyil. Bir şey deyil, nəyə? Havadan, yeməkdən də hamısı da. Amma oradakı dərdi verəndə dərmanın vermişdi, o sular dərman idi, o yeməklər hamı dərman idi. Ona görə də orada çox yaşlar var. Agil Bey, yəqin ermənilər bunu bildiyi halda cəmaata çıxartdı orada. Əlbəttə ki, bilə-bilə çıxartdı, mənə görə çıxartdı. Bax, Tertlər Nəcəf Quləmi var idi, o gün oğlu, qızı, mənim səsimi qrupda eşidib, mənə zəng ediblər.
Onlarla mən o qədər iş demişəm, o qədər mehribançılığımız olub. Mayısın da qohumlarıdır, bizə gəliblər, gediblər Mingəçevirdə olanda, bax lap tertdə olanda. O qədər gözəl, Allah onlara rəhmət eləsin. Balalarından bilmirəm hansı durur, can sağlığı versin, ölənlərinə rəhmət eləsin. Çox gözəl xanım xatın arvadı idi, məsləhətli idi. Mən baxırdım da bizə gəlirdi, Ağbirçə idi. Ev idi də, nəyin üstə Mayısla olurdu, deyirdi dinmə. Söz götürənindir, yer oturanındır. Səs eləmə, sən qadınsan. O kişidir. Bəlkə işdən yoruluq gəl. Bax, Ağbirçəklərimiz bundan ötəri idi. Mənə o qədər o öğüt nəsiyyət verir ki, Allah ona rəhmət eləsin, qəni-qəni. Allah can sağlığı versin. Bibi, indi belə bir Ağbirçə, ağsaqqal sözə niyə qulaq asmırlar? Nə bilim, cavanlar indi zamanədəndir da. Bilmirəm niyə baxmırlar. O nədəndir? Mənim də başım çıxmır. Amma bax, indinin bu saatda da mənim bayaq da dedim, üzr istəyirəm kameradan. 3 oğlum var indinin bu sahada da. Ailələri də var, evləri də var hər kişinin. Onlar nə mənim, nə atalarının sözlərinə. Bax, gedərlər tükana bazarıqam, amma maaş almışıq. Birdən bizə gedəsiz, evdə olmarıq. Gedirik evə bazarlıq eləməyə. Ay bala, gedin. Yox, bizə gedin. Bax, icazə ilə. Oradakı nə təhər gətirmişik, nə təhər demişik, indinin bu saatda mənim uşaqlarım, bax, qızlarım olsun. Qızlarımın ikisində özüm istədiyim kimi demişəm, ona gediblər. Oğlanlarıma kimi demişəm, onun qızını alıblar. Yüzləri ağ olsun. Elə indi də özləri üçün dolanırlar, mehribandılar, xoşbəxtdilər. Allah hamının balasını qorusun, bizimkilər də onun içində. Bağışlasınlar, terfdən, köşbəkdən kimin adını çəkməmişəm. Biraz həyəcanlıyam, biraz da adam danışanda yadından çıxır da. Mayıs Güvə, bəlkə bir kəlmə bu köçkünlüklə, qaçqınlıqla bağlı, orada başa gələnlərlə bir xatirə danışasan. Mayıs Güvə deyir, mən danışmayacağım, bugün söz veribdir, danışmaq istəmir. Ona görə qalır, əziz izləyicilərimiz, dostlar, Mayıs Güvə, Agibimə qalır danışmaq. Agib bəy, belə deyək də, indi danışdınız, həqiqətən o deportasiya, soyqırım məsələsi, ata-baba yurdundan məcbur çıxarma məsələsi, xalqımız, cəmaatımız çox böyük zülmlər çəkdi. Çox böyük zülmlər çəkdi. Yəni, indi demək olar ki, biz verilişin sonuna gəlirik, amma verilişin sonuna gətirmək istəmirəm. İstəyirəm ki, bəlkə də indi verilişdən əvvəl danışdıq. Mən sizə dedim ki, ola bilsin ki, yada düşən xatirələr olarsa, sualların ardıcıllığına fikir verməyin. Yadınıza nə düşərsə mənə deyin, mən onu elə ki, biz onu yazaq, çəkək. Elə bir şey xatırlayırsan mı, Agib bəy? Demədiyin nə qaldı? Nədən sarı, nə? Buyur, Bibi. Toylarımızdan deyirsən, toylarımızdan. Bax, danışım, Nüftəliyev Həsənin toyuyla, Nüftəliyev Hüseynin toyunda özüm orada iştirakçı olmuşam. Həm gəlinləri idim, həm də qonşuyduk. Atam gildən bayaq demişəm, qonşuydu. Bizim hər bir şeyimiz eyni idi. Bir evliydik biz. Bax, orada o vaxtı, and olsun Allaha, özüm elədiyimdir. 5-6 kisə 50 kiloluq çörək pişirdik, ədətimiz idi. 2 gün, 3 gün orada biz çörək, hərənin qapısında bir təndir var idi, şey belə xoşuna gələn. Buradan ora 5 nəfər yayırdı, cehun. 1 nəfər yapırdı, öz elə qəşək çatdırırdıq ki. Bax, növbə ilə hamımızı qohum, qardaşın, qızın, gəlini çağırırdı, özü də qohum əqrəbə gəlirdi, xələt verirdi çörək pişirənlərə. Hamını çağırırdılar, ədətimiz o idi, toy çörəyi pişir, əmi, dayı, əmi arvadı, xala, qızı, dayı qızı deyirdilər Telpəri Həsənlə Hüseynin toyuna çörək pişirir. Gedirik çörək üstünə. Gəlirdilər kimi pul verirdi, kimi nə bilim şirniyyət gətirirdi, nəysə. Bu belə. Toylarımızda elə gözəl mal kəsirdilər, neçə dənə göngə. Kərim dayı bilirdi ki, Həsən, Hüseyin evlənməlidir. Göngə bağlamışdı, bəlkə neçə 100 kilo əti. Nələr töküldü qaldı, bir həftə o toy çaldırdı. O toyu çörək pişəndən, nə bilim, neçə həftə hamamından da neçə gün sonra o evə toy qonaq gəlirdi, gələn olurdu, gedən olurdu. Çox gözəl, 10-12 qazan xörək asılırdı. Bax, neçə qazan xörək asılardı. Həsən Əl-Bayramdan qız aldı. Ancaq Hüseyin rəhmətli Alxan əminin qızı Zəhranı qaçırtmışdı. Köşbəkdən qaçırtmışdı. İndi bunlar toyun tədəriyin, ədətimiz bu idi. Toyun tədəriyin eləyənə kimi validə Qarabağlılardaydı. Amma Zəhranı qaçırtmışdı, öz evlərindəydi. Toy ərəfəsi çörək pişdi, mal kəsildi,
Hər bir şey yerbəyer olandan sonra getdilər validəni gətirdilər. Validəni gətirəndən sonra aşıqlar gəldi. Aşıqlar gələndə validəni də, Zəhranı da gətirdilər bizə qoydular. Qızı, validəni bir gün toydan qabaq gətirmişlər. Zəhra ama çoxdan qaçırtmışdı, buradaydı. Bunlar bizlə onların arası bəlkə neçə 300 kilometr olardı, aramız vardı. Oradan öz evlərindən çala-çala gəldilər bizə. Böyük qız qapısıyıq güya da biz. Biz də qapıda aşıqlara stol bəzəmişik. Bir qız anası kimi mən. Bax, ora toyuq kəsmişdim, bütöv. Ora araq qoymuşlar o vaxtı. Araq, kanyak. Kefkom oğlanlar idi. Açdılar, patlatdılar toyuğu. O ona dartır, bu ona qız qapısına gəlib bizdən gəlin aparmağa. Bizim evdən onların evinə kimi gəlin də, bəy də. Gəzə-gəzə, çala-çala, oynaya-oynaya qabağa at bəziyirdilər. Həmişə qaqam erkək at saxlayırdı. O atın boğazına qırmızı şamaq, o vaxtı bu şamaxı, çarğaç, çulan idi, indi yığışılıb, bağlayardılar. Oğlan evinə muştuluq aparırdı ki, gəlinlər gəlir. Atı bəziyib bir atı. O muştuluq aparana da oğlanın anası pay verərdi, padarka verərdi. O bizlə onların arasına çala-çala apardılar oğlan evinə. Qoydular rəhmətli Kərim dayıgilin evinə. Orada bu səfərin qapıda 2 mağar qurulmuşdu. Biri yeməkdən ötəri, biri çalğıçılardan ötəri. Yeməkdə yeyirdilər, durub gedirdilər, qulaq asırdılar, çalgı çalmağa. Kişilər yeyib qutarırdı, sonra da arvadlar. Ondan sonra gecə saat 2-yə kimi, 3-ə kimi çal oyna, yallı ged, it yallısı nədir, üç ayaq nədir, ondan sonra ruhani, rəhmətli Tabat nənəm həmişə Cəlilə havasını oynayardı, Temir babamla. Bəlkə sənin yadına gəlməz, Lətifə bilər, eşidər. Rəhmətliklərdən heç biri sağ deyil də, bu dediklərimizi təsdiqləyə, Allah rəhmət eləsin hamısına. Amin, amin. Bax, gözəl yallılarımız, gözəl oyunlarımız, qəşəng toybəyi var idi, boynuna, qoluna qırmızı bağlayardılar toybəyi. Üzrsən sözünü unutmazsan, o dediniz, məsələn, toy oldu, məsələn, onda teyp, köşbək hamısı gəlirdilər, dəvətliydilər və orada başladılar yallıya. Hə. Eyni idi, köşbəkdən, teypdən. O vaxtı da elə bir atla təklif edirdilər, dəvətlənmə zat yox idi. Həm onu soruşmaq istəyirəm, dəvət necə olurdu? Yox, həyat ev toyu idi, dəvətlənmə, indi restorandır, gedib restorandan dəvətlənmə alırsan, amma indi o vaxtı yox idi ki, atla oğlan evi, xələt verirdi, mənim oğlum gedirdi, Kərim dayı ayın neçəsi, saat neçədə evində hamı bilir ki, qapısında toy edir, toya dəvət edir. Hamı bir nəfər kimi teyir, köşbək, leyli qaçan. Ədətimiz də bir idi, xeyir şərimiz də bir idi, hər bir şeyimiz də bir idi, bir-birimizdən qız alırdıq, qız verirdik, qaynayıb qarışım. Nə olsun ki, mən leyli qaçandaydım, mən də terfliyəm də. Mən köşbəkdəydim, mən də terfliyəm də. Terfli köşbəkdəydi, o da terflidir də. Bəyəm harada olursan ki, o qabəhət deyildi ki. Amma ədətimiz, özü də hamı bir-biri ilə qız alıb verib, kirvi olub, qohum olmuşduq. Yad adam yox idi ki, indi bu deyə hələ düşüb bir tərəfə, o deyir kirvəmdir, bu deyir qız almışdım, o deyir qardaşım arvadının qardaşıdır, başdır. Ona görə necə əlindən bir kisə arpanı dağıdasan, bizim millət o cürə dağıldı. Hərə bir diyardadır. Bax, bu qrupu yaradanların Allah ömrünü uzun eləsin. Mən o qədər sevindim bu qrupa daxil olanda. Ona görə qohumlarımla, istədiklərimlə, bəlkə bu deyə, bax, səni mən bəlkə 45 ildir görmürəm, məsələ evinizə ya bizə, bir-birimizə gəlib getmirik. Amma bugünkü günə mən o qədər sevinirəm. Elə bilirəm, ən əziz, ən istəkli adamım. Həsrət və ümid verir ki, bizi birləşdirir. Hər bir şeyimizi birləşdirib bir-birinə. O qədər arzularımıza bizi çatdırıb ki. İnşallah, inşallah. Çox gözəl, çox bəyənilmiş bir verilişdir. Bəzi şeylər üzrə hesablan, məni üzrə hesab elən, yadımdan çıxır. Gözəl dağlarımız var idi. Oralarda əbəlik var idi, oralarda ələz var idi, oralarda şıppır var idi. Həmişə yaz vaxtı mayayından sonralar gedib yığıb gətirərdik. Ələzin çiçəyi var idi, onu təmizləyərdik. Ancaq əbəliyi nə tər yığırdıq, elə gətirirdik dəstə-dəstə. 2 gün, 3 gün onu hörürdük, təmizləyirdik. Kiferlərdə qurudurduq. Yazda onları, belə qışda onları elə gözəl işlədirdik. Dərman idi. Bax, onlar hamısı dərman idi da. Gözəl dağlarımız, gözəl bulaqlarımız var idi, gözəl sularımız var idi.
O bulaqlara gedirdim. Mənim atam qoyun fermə müdürüydü. Pənikə dağa çıxırdıq. Çobanlar çıxırdı. Amma sağımçılar. Maşınla gedirdik. Gündə bir dəfə günortalar gedib sağıb gəlirdik. And olsun Allaha o maşına minəndə. Oynaya, oxuya pənikə gedirdik. Orada 3 sürü qoyun var idi. Sağırdıq. Hamısı, hər sürüdə 6 sağımçı var idi. Hər sürüdə 2 çoban var idi. Deməli, 3 sürüyə bir növbədə 3 çoban idi. Yığırdılar, biz onları sağırdıq, flaqalara tökürdük. Onu gətirib aparırdıq, verirdik ermənilərə. Zəhəriniz olsun, alın yiyin. Bax o əziyyətləri, bizim çörəklərimizi yeyirlər. İrəvan bizimdir, Azərbaycan. Biz özümüz yazığımız gəlib sizə torpaq edib verdik, dedik millət insandır, yaşasın. İnsanlığa dəxili yox imiş deməyəsən, çörək tapdayan millətdir. Bax gözəl günlərimiz, gözəl, nə bilim, hər bir şeyimiz gözəl idi vallahi. Dolanışığımız, hamı bir-biri ilə mehriban, hamı bir-birinə can deyib can eşidirdik. Nə deyim? Aygül bir gəldik artıq verilişimizin sonuna. Mais Kivəm, həqiqətən Allah sizdən razı olsun. Allah sizə uzun ömür, can sağlığı versin. Bizim BDM TV-nin Həsəf Ümid verilişində artıq Artyom adasındayıq, Pirallahı adasındayıq. Yəni, mən çox sevindim ki, bugün sizin evinizdə sizdən bu verilişi keçirtdik. Bu verilişimiz baş tutdu. Sağ ol. Gəldik verilişimizin sonuna. Mən də had deyirəm ki, ay bibi, unutduğun nəsə bir şey var. Deyirsən ki, kamera qarşısında, bəlkə də sən gedəndən sonra yadıma düşəcəkdir. Artıq onda mən deyirəm ki, ay bibi, növbəti verilişlərdə. Belə bir sualla artıq yekunlaşdırmaq istəyirəm. Bilirik ki, Qərbi Azərbaycan, ana vətənimiz, Paşalıqın, Teyib, Köçbəy, Leyli Qaçan, yəni digər Qərbi Azərbaycanın başqa bölgələri. Bunlar hamısı dediyiniz kimi bizim ata-baba torpağımızdır. Onlar bizim ulu babalarımızdan bizə miras qalan torpaqlar idi. Çox gözəl vurğuladınız. Biz tanımadıq o milləti, ona millət demək mümkündürsə, o üzlənilək erməniləri. Onlar da bizim başımıza, öz dostları ilə, havadarları ilə başımıza bu oyun açdılar. Xalqımıza zülm elədilər. Həm 18-də, həm 48-ci ildə, həm 88-ci ildə. Yəni mərhələli deportasiyada başımıza... Bir dəfə deyil ki, bəli, bir dəfə deyil. İndi deyək ki, ay bibi, Allah nəsib eləsə ki, cənab prezidentimiz də siz Zaquşa vurğuladınız. Qayıdışla bağlı bu qədər işlər görülür. Deyir ki, inşallah Qərbi Azərbaycanlılar da öz torpaqlarına qayıdacaqlar. Belə dua eləyək ki, qayıtdıq. İnşallah. İlk gedəcəyiniz, indi sual ikinizə də aiddir. Mais Kivəmdən xahiş edəcəm bu suala cavab versin. İnşallah ki, qayıdandan sonra haranı ziyarət eləyərdiniz, haralara gedərdiniz və niyə? Biraz bu haqda danışadın. Səndən başlayaq sonra Mais Kivədən. Mən ziyarət yerləri çox idi. Birinci gedərdim Terpin ocağına, sınaqlı ocağımız idi ora. Ora nə arzularımız var idi. Deyərdik ki, bu arzuma çatım, Terpin ocağına nəzir qoyum. O mütləq qəbul olardı. Mən birinci gedib oranı ziyarət eləyərdim. Ondan sonra gedərdim atamın qəbrini ziyarət eləyərdim. Allah rəhmət Ona görə mən bayaq vurğuladım ki, o ərəfədə mənim atam rəhmətə getdi. Onu biz qəbrini götürə bilmədik. Elə nətər bastırmışdıq, elə də qoyduq. Mən elə bilirəm ki, şərəfsizlər inanmıram o qəbirstanlıqları qoya qala. Heç cürə inanmıram. Bəlkə də elə belə təxminən gedib, yerinə, söntəmi ilə elə bilib eləyərəm, inanmıram elə bilib o qala. Amma yenə də gedib ziyarət eləyərdim. Birinci ocağımızı, ikinci atamın qəbrini ziyarət. Amma anamı burada rəhmətə gedib. Mürtabatda bastırmışıq, qardaşım, vaxtsız əzimiz, atamız, həmi qardaşımız Şakir rəhmətə gedib. Allah rəhmət eləsin. Allah hamının ölənlərinə rəhmət eləsin. Nə bilim, ondan sonra Şakirdən sonra mənim həyatım elə bil ki, nətər deyim, söndü də uzaq uşaqların canından. O ayrı cürə qardaş idi, nə bilim, nə deyim. Allah rəhmət eləsin, məkanı cənnət olsun inşallah. Mais Kivəm, siz nə deyərdiniz bu kəndə qayıtmaqla bağlı? Son bir cümlənizi. Eləyərdim, gedib o yerləri ziyarət eləyərdim. Orada rəhmətə gedənlərimiz var. Orada qəbirlərimiz var, gedib qəbirləri ziyarət eləyərdik. Ancaq qayıtmağa da təzdən ziyarət eləyib yenə qayıdarıq da. Təzdən ora bizim qayıtmağımızın nə yeri var ki? Nankör ermənilər bizdən yola getmədilər.
Yəni Amma o- gedib ziyarət edib yenə gələrdi. İnşallah, inşallah. Şerifin ocağına da gedib ziyarət eləyər. Allah rəhmət eləsin. Həmişə Seyid Qasıya, dayıya nəzir verərdik. Allah rəhmət eləsin. Temir baba, Temir Temir baba baba. həmişə deyirdi ki, Aygül, Surxay əminin qəbrini ziyarət eləyərdi. Orada rəhmətə gedənlər çoxdur. Allah rəhmət Allah eləsin. rəhmət eləsin. Qalanlara can sağlığı, uzun ömür arzu eləyirəm. Amin. Sənin də gəlişinə görə minnətdaram. Sənə can sağlığı, işlərində uğurlar, gözəl günlər arzu eləyirəm. Amin. Çox sağ olun. Allah Allah, sana da rəhmət eləsin. Nə deyim qədər. Allah sizə də uzun ömür, can sağlığı versin. Həqiqətən Güzel günlerimiz olub vatanla, güzel. Ne olsun ki tutmadı elə gene de valla mehriban idi. Birbirimizin xətrini, hürmətini istəyirdik. Biz eləməmişdik. Yollar indi özləri özlərinə ailə qurmuşdu. Elə keçi də bəhanə Hə, idi. keçsə bəhanə idi. Yox, həm kirvələr elə davam eləyir, həm də indi qız qohumu oldu. Həm də qız qahım oldu. Artıq onların da nəvələri var. Allah 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 hamıya can sağlığı versin. amin inşallah. Ömrün uzun Allah olsun, can sağlığı. işlərində də uğurlar arzu eləyirəm. Ondan da Çox yüksəklərdə sağ ol. sənin səsini. Ömrün uzun olsun nədir. Çox sağ olun. Allah sana da rəhmət eləsin. Sənin kimi övladı var. Sana torpağı, sana ömür versin. Amin. Sağ ol Akif. Allah sizə razı olsun. Həqiqətən gəldik, bir verilişimizin də sonuna gəldik. Çox xoşdur. Bu gün əziz dostlar, əziz Həsrət və Ümid verilişinin daimi izləyiciləri, bu gün də bitdi. Amma həsrət bitmədi. Yuxularımızda Göyçə var, Dərələyəz var, Zəngəzur var, İrəvan var. Dağıdılmış evlər, susmuş ocaqlar. Amma dəyişməyən bir həqiqət var. Biz qayıdacağıq. Çünki o torpaqlarda keçmişimiz yatır. Gələcəyimiz bizi gözləyir. Ümidimizi itirməyək. Ümid qayıdışın ilk addımıdır. BDM TV-nin Həsrət və Ümid verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə Allah qayıdışımızı bizə nəsib etsin. Amin. Bugünkü verilişimizin qonaqlarını bir daha sizə təqdim etmək istəyirəm. Verilişimizin qonağı Qərbi Azərbaycanın Paşalı rayonunun Leyli Qaçan kənd sakinləri olmuş Niftəliyev Mayıs Kərəmoğlu, Niftəliyeva Aygül Surxay qızıdır. Bir daha kirvələrimə, Aygülbümə çox sağ olun deyirəm. Allah sizə uzun ömür, can sağlığı versin. Allah sizin kölgənizi, ailənizi, nəvələrinizin üzərinə əks eləməsin. Hər zaman səsiniz gəlsin. İnanıram ki, Aygülbüm, növbəti verilişlərimizdə yenə sizi qonaq çağıracağım, yenə görüşəcəyik. Ola bilsin ki, indi unutduğunuz nəsə bir xatirə varsa, deyəcəyiniz bir söz varsa, növbəti verilişdə inşallah deyərsiniz. Allah qorusun. Allah amanında növbəti verilişlərdə görüşmək ümidi ilə. İnşallah. Əziz dostlar, əziz izləyicilər, videonu bəyənin, paylaşın və kanalımıza abunə olun ki, bu səs, bu həsrət hər kəsə çatsın. Növbəti verilişlərdə görüşmək ümidi ilə. Mən də buradan qrupda olan qız gəlinimizi, dostlarımızı, illərimizi salamlayıram. Bu verilişdə hamınıza uğurlar arzulayıram. Gəlin bir olaq, gəlin yumruq olaq, gəlin bu verilişi, bu sahəni tərk eləməyək. Hamımız bir-birimizlə bax belə söhbət eləyək. Heç kimdən inciməsin, küsməsin. Həsrət və Ümid verilişinin qonağı olsunlar. Qonağı olsun, qəşəng bir-birimizdən küsməyək. Mənim atamın adını çəkmədi, mənim anamın adını çəkmədi. Burada çəkəndən olur da, mən də bu deyim, bəzən çəkdim, bəzən çəkmədim. Heç kim də məndən inciməsin. Bəlkə də həyəcanlıyam. Məsəl üçün saymaqla da qutarmıraq maşallah. Maşallah. Allah daha da artıq eləsin. Günah məndədir, sualı mən verirəm, ona görə də elə Nə qədər danışırsınız. millət, ağsaqqal, biçək, ellərimiz var. Bunun hamısını deməklə qutar, sən də deyə bilmərsən. Mən də heç kim demədim. Bəli, bəli. Mən elə hamısını mükəmməl dedim. Yox, bunu demək olmur axı. Hamımız bir-birimizə, burada yad adam yoxdur ki. Çox sağ ol, minnətdaram, ömrün uzun olsun. Uzun ömür, can sağlığı sana arzulayıram. Sən də baba olasan, sən də qaynatı olasan. Amin. O günləri sana arzulayıram. Çox sağ olun. Allah razı olsun. Çox sağ olun. Qədər məndən. Növbəti verilişdə görüşmək ümidi ilə Piyallaha qəsəbəsindən hər kəsə salamlar olsun. Növbəti verilişlərdə görüşmək ümidi ilə Allaha əmanət olun. Amin.